21-ci fəsil. Onlar Yerusəlimə yaxınlaşıb Zeytun dağına, Beytfaçiyə gəldikləri zaman, İsa 2 şagirdini göndərərək onlara dedi: Qarşınızdakı kəndə gedin. O anda bağlı bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb mənə gətirin. Əgər kimsə sizə bir şey söylərsə, Rəbbim bunlara ehtiyacı var, onları dərhal geri göndərəcəkdir deyərsiz. Bütün bunlar da Peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə oldu. Siyon qızına deyin ki, budur, hökümdarın sənin yanına gəlir. O mülayimdir, eşşəyə minmiş, eşşəyin balası sıpaya minmiş. Şagirdlər gedib İsa'nın onlara əmr etdiyi kimi etdilər. Eşşəklə sıpanı gətirdilər, onların üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. Cəmaatın çoxu isə öz paltarlarını yola sərdi. Başqaları da ağaclardan budaqlar kəsib yola sərirdilər. İsa'nın önündə gedən və ardınca gələn xalq, Davud oğluna Hosana! Rəbbin adıyla gələnə həmd olsun! Həmd olsun! Ən yüksəklərdə Hosana! deyə qışqırırdılar. İsa Yerusəlimə çatdığı zaman bütün şəhər Bu kimdir? deyərək sarsıldı. Xalq isə deyirdi: Bu Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir. İsa Allahın məbədinə girdi və məbəddəki satıcıların və alıcıların hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi və onlara dedi: Mənim evimə dua evi deyiləcək deyə yazılıb, amma siz onu quldur yuvasına döndərmisiniz. Məbəddə onun yanına körlər və topallar gəldilər və o onları sağaltdı. Lakin baş kahinlər və din alimləri onun etdiyi təəccüb doğuran işləri və məbəddə Davud oğluna Hosana! deyə bağıran uşaqları gördükdə qəzəblənərək ona dedilər. Bunların nə söylədiyini eşidirsənmi? İsa da onlara dedi: Bəli, kiçik uşaqların və əmzikli olanların ağzından kamil həmd aldın sözünü heç oxumamısınızmı? İsa onları tərk edib şəhərdən kənara, Beytaniyaya gəlib, orada gecələdi. Səhəri gün İsa şəhərə qaydanda acdı. Yol kənarında bir əncir ağacı tapıb ona yaxınlaşdı. Ancaq onda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: Qoy bundan sonra səndən əsla meyvə çıxmasın. Və əncir ağacı o anda qurudu. Şagirdləri bunu gördükdə Əncir ağacı bir anda necə qurudu? deyərək təəccübləndilər. İsa cavab verib onlara dedi: Sizə doğrusunu deyirəm. Əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacına edilən edərsiz, hətta bu dağa, qalx, dənizə atıl desəniz olacaqdır. Və dua ilə iman edərək, hər nə dilərsinizsə, alacaqsınız. İsa məbədə gəlib təlim verməkdə ikən, baş kahinlər və xalqın ağsaqqalları onun yanına gəlib, Bu işləri nə səlahiyyətlə edirsən? Və sənə bu səlahiyyəti kim verdi? dedilər. İsa onlara cavab verib dedi: Mən də sizdən bir şey soruşacağam. Onu mənə desəniz, bu işləri nə səlahiyyətlə gördüyümü mən də sizə söylərəm. Yəhyanın vəftizi haradan idi? Göydənmi, yoxsa insanlardanmı? Onlarsa aralarında məsləhətləşib dedilər: Əgər göydən desək, bəs nə üçün ona iman etmədiniz deyəcək? İnsanlardan desək, xalqdan qorxuruq, çünki hamı Yahyəni Peyğəmbər sayır. Və İsa'ya cavab verib, Bilmirik. dedilər. İsa da onlara dedi:
Mən də sizə bu işləri nə səlahiyyətlə gördüyümü demirəm. Bəs siz necə düşünürsünüz? Bir kişinin 2 oğlu vardı və gəlib birincisinə, oğlum, bugün get üzüm bağında işlə dedi. O da cavab verib, istəmirəm dedi. Lakin sonra peşiman olub getdi. Kişi ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib, gedirəm ağam dedi və getmədi. İkisindən hansı atasının istədiyini yerinə yetirdi? Onlar Birincisi, dedilər. İsa onlara dedi, Sizə doğrusunu deyirəm ki, vergi yığanlar və fahişələr Allahın səltənətinə sizdən qabaq girirlər. Çünki Yəhya sizin yanınıza salihlik yolunda gəldi, siz isə ona inanmadınız. Amma vergi yığanlar və fahişələr ona inandılar. Və siz bunu gördükdən sonra belə peşiman olub ona inanmadınız. Başqa bir məsələ dinləyin. Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, ətrafına da hasar çəkdi. İçində bir üzüm sıxan qazdı. Bir qüllə tikdi və bağı bağbanlara icariyə verib başqa məmləkətə getdi. Məhsul zamanı yaxınlaşdıqda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi. Bağbanlar isə onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq elədilər. O, 2-ci dəfə əvvəlkindən daha çox qul göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər. Nəhayət, oğluma hörmət edərlər deyərək, öz oğlunu onların yanına göndərdi. Amma bağbanlar onun oğlunu gördükdə öz aralarında dedilər, varis budur, gəlin onu öldürək və miras bizə qalsın. Və onu tutub, bağdan kənara çıxarıb öldürdülər. Beləliklə, bağın sahibi gəldikdə, bu bağbanlara nə edəcəkdir? Onlar İsa'ya dedilər, Bu xainləri dəhşətli bir ölümə məhkum edəcək. Üzüm bağını isə başqa bağbanlara icarəyə verəcəkdir ki, onlar məhsulu ona öz vaxtında versinlər. İsa onlara dedi, Siz müqəddəs yazılarda bənnaların rədd etdikləri daş küncün başı oldu, bunu rəbb etdi və bu bizim üçün heyrətli iş oldu sözlərini heç oxumamısınızmı? Buna görə sizə deyirəm ki, Allahın səltənəti sizdən alınıb, onun meyvələrini yetişdirəcək bir xalqa veriləcəkdir. Bu daşın üstünə yıxılan parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək. Baş kahinlər və fəriseylər onun məsələlərini eşitdikdə bu sözləri onlar üçün dediyini anladılar. Onu tutmaq istədilər. Lakin xalqdan qorxdular, çünki xalq İsa'nı peyğəmbər hesab edirdi.